Daşında, divarında sirlər yatan içəri şəhəri gəzdik bugün. Gecəsi gündüzündən, gündüzü də gecəsindən gözəldir bu şəhəri gəzmək. Sözün əsl mənasında şəhərin içində bir şəhərcik var ki, adamı 80-lərə, 90-lara aparır. Mən tarixi yerləri çox sevirəm və belə yerləri gəzdiyim zaman içimdə hüzur yaranır. Bu şəhər eramızdan əvvəl 7-ci, 9-cu əsrlərə aiddir. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Orta əsrlərdə xarici hücumlardan müdafiə üçün qala divarlarla əhatələnib və ayrıca şəhər kimi fəaliyyət göstərməyə başlayıb. Burada hər daşın üzərində xüsusi simvollar var. Çünki o dövrdə ustalar daşları fərqli nişanlayır. Bu kim hansı hissəni tikib onu göstərirdi. Burada bir çox abidələr qorunub saxlanılır. Bunlardan ən mühümləri isə Qız qalası ilə Şirvanşahlar sarayı. Bunlar da ayrı-ayrılıqda sizlərlə çəkib. İçəri şəhərdə bir neçə yeraltı tunellər, həmçinin keçidlər mövcuddur. Əslində içəri şəhərin bir çox sirləri hələ də sirr olaraq qalıb. Bəlkə zamanla üzə çıxar, bəlkə də çıxmaz. Bu sadəcə zamanın işidir.